Bismillahirrahmanirrahim. Əziz, dəyərli, möhtərəm tamaşaçılar, hər birinizi Uca Rəbbimizin salamı ilə bu mübarək Ramazan ayında salamlayıram. Bildiyiniz kimi Ramazan ayı həm də səbr ayıdır. Bu dünyada insan övladı, Adəm övladı ilk olaraq nəyi öyrənməlidir? Adəm övladının ilk olaraq öyrəndiyi ilk məsələ səbr olmalıdır. Bunu bir hekayə ilə sizə çatdırmaq istəyirəm. Orta əsrlərdə elmin Bağdadda verildiyi ərəfədə bir nəfər yeni ailə qurmuş və elm öyrənmək üçün Bağdada yola düşür. 15 illik təhsilini başa vurduqdan sonra həyəcanla geri dönür, amma yarı yolda yeməyinin və azuqəsinin tükəndiyini hiss etdikdə bir çobana qonaq olur. Çobandan xahiş eləyir və ona yeyəcək, su təqdim olunur. Çoban onun hardan gəldiyini soruşur. O da 15 illik təhsildən gəlirəm. Vətənimdə, məmləkətimdə, elimdə, obamda insanların mənə ehtiyacı var. Öyrəndiklərimin zəkatını vermək üçün obama gedirəm. İnşallah Allah məni müvəffəq edər. Çoban ona sınamaq üçün bir sualla müraciət eləyir. Deyir ki, insan ilk olaraq həyatda başladığı zaman elmə nəyi öyrənməlidir? O da öyrəndiyi ilk kitablardan sayır, əlifbadan sayır, qrammatikadan sayır. Heç birini çoban qəbul eləmir. Deyir, cavabın doğru deyil. Sualın cavabını öyrənmək istəyəndə çoban, sualın cavabı o qədər də ucuz deyildir. Bir il mənə kömək elə, bütün qoyunlar sənə həvalə edirəm, onlara bax, ilin sonunda sualın cavabını verəcəm. Birinci, bu müəllim razılaşmır. Fikirləşir ki, 15 ildir artıq səbri də tükənibdir. Bir an öncə məmləkətinə getməlidir. Amma sonradan belə bir ağlına fikir gəlir. Həzrət Əli demişkən, dünya kiçikdir. Bir gün mən moizə etdiyim, söhbət elədiyim bir məclisdə bu çoban da iştirak etmiş olar və yerdən mənə insanlar arasında mənim verdiyim bir suala cavab verə bilmədim, bu qədər insanlığa xutbə edirsən deyə bir sualla müraciət eləsə, o zaman mən xar olaram. Ən yaxşısı mən çobanın dediyini qəbul edeyim, ən azından bir elmdə öyrənmiş olaram və səbir göstərir, çobanın dediyini eləyir. Bir ilin tamamında çobandan həvəslə sualın cavabını soruşduqda, çoban bil və agah ol, yadında saxla. İnsan bu dünyada ilk olaraq səbr etməyi öyrənməlidir. Səbr etməyi öyrəndikdən sonra digər bilgiləri öyrənməyə keçə bilər. Əsəbləşir, qəzəblənir və qəzəbli də çobanın yanından ayrılır və obasına çatır. Obasına çatdığı zaman axşam tərəfləridir, bir baxır evində yad bir insan və həmən qılıncına sarılır. Onu yerindəcə öldürmək istəyir. Amma çobanın dediyi məsləhət yadına düşür ki, artıq o səbr haqqında da müəyyən qədər bilgiyə sahibdir, səbr eləməlidir. Fikirləşir, özünü götür-qoy eləyir ki, səbr eləyim və mənim düşmanım kimdir? Əvvəla öyrənim, üz-üzə qarşılaşarıq. Kim qalib gələrsə, o da ki, məqsədinə çatar. Niyyəti ilə məsciddə gecəliyir. Səhər sabah namazında bir baxır ki, həmin adam gəldi, əzanı verdi və namazı qıldırdı. Namaz bitər-bitməz həmən yanındakı yaşlı insanlardan birinə müraciət elədi ki, bəs bu cavan oğlan kimdir, bu kişi kimdir? O da həmin müəllimə belə bir izahat verir. Deyir ki, bu 16 il bundan əvvəl buradan ayrılan həmin adamın oğludur ki, 10-15 yaşındadır, amma maşallah böyük kişiyə bənzəyir. O zaman çobana dualar etməyə başlayır və bir ilinə heyfslənmir. Ona görə ki, o bir ili ona övlad qatili olmaqdan uzaq etmişdir. Uca Rəbbim bizə bu mübarək Ramazan ayında səbr edə bilməyi, səbr edərək Allahın vacib etdiyi, əmr etdiyi orucu tuta bilməyi, həm maddi, həm mənəvi qazanclar qazanmağı və buna da səbrlə nail olmağı nəsib eyləsin.